Rusiyada 1 gün, 3 gün, 30 gün, 90 gün və digər müddətləri üçün nəzərdə tutulan limitsiz ictimai nəqliyyat paketləri uzun illərdir tətbiq olunur. Bu cür təcrübənin Azərbaycanda da mümkün olub-olmadığı maraq doğurur. Bəs bu cür limitsiz gediş paketləri Azərbaycanda tətbiq edilə bilərmi? Bölgə TV xəbər verir ki, mövzu ilə bağlı konkret açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzayev bildirib ki, bu istiqamətdə mühüm addımlar artıq atılıb. Yanvarın 1-dən etibarən brutto kontaktlarının tətbiqinə başlanılması məhz belə bilet paketlərinin formalaşdırılmasına imkan yaradan əsas mexanizmdir. Ekspert qeyd edib ki, bununla belə ilk növbədə bütün daşıyıcıların tam nağdsız ödəniş sisteminə keçməsi vacibdir. Hazırda nəqliyyat şəbəkəsində təxminən 15% marşrut xətti olan avtobus hər adı nağd ödənişlə fəaliyyət göstərir. Bu problemin aradan qaldırılmasından sonra gündəlik, aylıq və uzun müddətli bilet paketlərinin tətbiqi mümkün olacaq. Rauf Ağamirzayev əlavə edib ki, paralel olaraq tələbələr, müharibə veteranları üçün güzəştlər tətbiqi, eləcə də bir nəqliyyat növündən digərinə keçid zamanı 90 dəqiqəlik pulsuz tranzit vaxtının verilməsi də vacibdir. Bu xüsusilə uzaq ərazilərdən gələn vətəndaşların nəqliyyat xərclərini optimallaşdırmağa kömək edəcək. Ekspert vurğulayıb ki, bu tip həllər Rusiyada və Gürcüstanda artıq illərdir uğurla tətbiq olunur və mövcud islahatların davamı olaraq bu il ərzində Azərbaycanda da tam keçidin baş verməsi gözlənilir. Rəna Rövşən qızı, Bölgə TV.